Книга «Секрет», часть 38. Тайна для денег. Pul üçün sir. Все, что человеческое сознание способно вообразить, оно способно и получить. Все, что человеческое сознание, her şeyi ne ki insan şuuru способно вообразить, qabildir təxəyyül etməyə, оно способно и получить. O qabildir həm də onu almağa. Тайна полностью изменила меня. Сир tamamilə məni değişti. Мой отец был очень негативно настроен. Он полагал, что богатые люди обокрали всех остальных, что всякий, у кого водятся деньги, непременно кого-то обманул. Мой отец был очень негативно настроен. Mənim atam çox negativ şəkildə köklənmişdi, yəni öz-özlüyündə, hər şey negativ yanaşan idi. Он полагал, что o güman edirdi ki, bogатые люди, varlı insanlar обокрали всех остальных. Bütün digər yerdə qalanları soyublar, yəni oğurlayıb soyublar. Что всякий, hər kəs, у кого водятся деньги, kimdə ki pul var, непременно кого-то обманул. Mütləq kimisə aldadıb. Так что я вырос с кучей предрассудкой относительно денег. Və bununla da belə tərcümə edə bilərik də bunu. Çünki bu tak что burada emosiyanı ötürən bir şeydir. Və bu beləliklə də mən böyümüşəm с кучей предрассудкой. Куча sözü çoxu bildirir. Bir yığın, çox, xürafatla относительно денег. Pul xüsusunda. Деньги портят человека. Хорошие люди не бывают богатыми. Деньги не rastут на деревьях. Деньги портят человека. Pul insanı körlüyor. Хорошие люди не bывают богатыми. Yaxşı insanlar varlı olmurlar. Деньги не rastут на деревьях. Pul ağaclarda büyümür. Любимой присказкой отца было. Priskaska nağıllarda olan bir müqəddimə, yəni bağlayıcı bir sözdən söhbət gedir. Hekayələrdə, nağıllarda olan. Yəni həmin o bağlayıcı sözü atanın buydu, yəni ümumi bir fikri. Думаешь, я Rockefeller? Düşünürsən ki, mən Rockefelleram? Bu indi yəqin ki, hansısa bir məşhur birindən söhbət gedir. Mən tanımıram, yəqin ki, içinizdə tanıyanlar var. Так что я вырос в полной уверенности, что жизнь тяжелая штука. Так что я вырос в полной уверенности və beləliklə də mən böyümüşəm bu inamda ki, жизнь тяжелая штука. Həyat ağır bir şeydir. Только когда я встретился с Климентом Стауном, я начал менять свои взгляды. Только когда я встретился, yalnız onda, haçan ki mən görüşdüm Clementlə, mən başladım öz baxışımı dəyişməyə. Burada cəmdə göstərilsə də biz Azərbaycan dilində baxışlarımı demirik də. Yəni bu kontekstdə baxışlarımı sözünü işlətmirik, baxışımı deyirik. Когда я работал со Стоуном, он сказал, mən Stone'la işləyəndə o dedi, я хочу, чтобы ты поставил себе очень большую цель. Mən istəyirəm ki, sən özünə çox böyük bir məqsəd qoyasan. Такую, чтобы по достижении ее ты был ошеломлен и знал. Elə bir məqsədi ki, yəni elə birisini ki, по достижении ее ona çatanda, yəni çatmaq üzrə olanda, ты был ошеломлен, sən heyrətdə olasan və biləsən. Все получилось только потому, что я научил тебя, как это сделать. Ona görə alındı ki, mən sənə öyrətdim, necə bunu etmək lazımdır. Тогда я зарабатывал около $8000 в год, поэтому тут же сказал. Onda mən ildə $8000 yaxın pul qazanırdım. Buna görə də mən dedim, хочу получать $100,000 в год. İldə $100,000 almaq, yəni əldə etmək istəyirəm.
У меня не было ни одной идеи, как это сделать. Mənim bir dənə də olsun fikrim, ideyam yox idi ki, bunu necə etmək olar. Я не имел ни стратегии, ни возможности, но я сказал себе. Я не имел ни стратегии, mənim strategiyam yox idi, nə strategiyam yox idi, nə imkanım yox idi. Но я сказал себе, amma mən özümə dedim, я провозгласил это, я решил поверить в это, и я буду действовать так, словно это уже случилось. Я провозгласил это, mən bunu səsləndirdim, yəni səsli şəkildə, yəni dedim. Я решил поверить в это, mən buna inanmağa qərar verdim. И я буду действовать так, və mən o cür hərəkət edəcəm, o cür davranacağım, словно это уже случилось. Sanki bu artıq baş verib. Так я и поступил. Bu cürdə mən hərəkət etdim, davrandım. Вот один из приемов, которым Клемент Стоун научил меня. Budur o yollardan biri, hansına ki Clement Stone məni öyrətdi. Прием həm qəbul deməkdir, həm də yol, üsul deməkdir. Каждый день закрывать глаза и представлять, как будто цель уже достигнута. Каждый день закрывать глаза и представлять. Hər gün gözləri yummaq və təsəvvür etmək, как будто цель уже достигнута. Sanki, güya ki, məqsədə artıq çatılıb. Я нарисовал 100 тысяч долларовую купюру и повесил ее на потолок. Mən 100 min dollarlıq kupyura çəkdim. Kupyura kağız pul deməkdir. Yəni 100 min dollarlıq bir kağız pul şəkli çəkdim. И повесил ее на потолок. Və onu потолокtan, tavandan astım. Эта купюра была первым, что я видел, открывая глаза утром, и она напоминала мне о моем намерении. Эта купюра была первым. Bu küpür, yəni bu kağız pul ilk şey idi ki, что я видел, открывая глаза утром. Mən səhər gözlərimi açanda gördüyüm ilk şey idi. И она напоминала мне, və o mənə xatırladırdı о моем намерении, mənim niyyətimi. Затем я закрывал глаза и визуализировал стиль жизни за 100 тысяч долларов в год и себя, живущего так. Затем я закрывал глаза. Затем потомla sinonimdir. Yəni potom yerinə затем işlədirik. Bu demək ki, onun ardınca. Onun ardınca я закрывал глаза. Mən gözlərimi yumurdum и визуализировал стиль жизни və həyat tərzini vizuallaşdırırdım за 100 тысяч долларов в год. Yəni ildə 100 min dollar qazanılan həyat tərzini и себя, живущего так və özümü bu cür yaşadığım kimi. Yəni bu cür yaşayan özümü təsəvvür edirdim. Что интересно, ничего особенного не происходило около 30 дней. Maraqlısı budur ki, ничего особенного не происходило. Xüsusi heç nə baş vermədi около 30 дней. 30 günə yaxın. У меня не рождалось никаких потрясающих идей. Məndə heç bir fövqəladə, möhtəşəm bir fikir doğulmadı. Никто не предлагал мне больших денег. Heç kəs də mənə böyük pullar təklif etmədi. 4 недели спустя у меня возникла идея на 100 тысяч долларов. 4 həftə keçəndən sonra məndə ideya yarandı 100 min dollara. Она просто сама пришла мне в голову. O özü sadəcə gəldi mənim ağlıma. У меня имелась уже написанная книга. И вдруг я подумал. Mənim artıq yazılıb bitmiş, yəni yazılmış kitabım var idi. И вдруг я подумал və birdən mən düşündüm.
Если я смогу продать 400 тысяч экземпляров моей книги по 25 центов за штуку, это будет как раз 100 тысяч долларов. Если я смогу продать, əgər mən satmağı bacarsam, 400 тысяч экземпляров моей книги, kitabımın 400 min ekzemplyar, yəni nüsxəsini sata bilsəm, по 25 центов за штуку, bir ədədini 25 sentdən, это будет как раз 100 тысяч долларов. Bu elə 100 min dollar edəcək. Книга была написана давно, но подобная идея ни разу не приходила мне в голову. Kitab çoxdan yazılmışdı, amma oxşar fikir, ideya mənim bir dəfə də olsun ağlıma gəlməmişdi. Один из секретов заключается в том, что когда к вам приходит вдохновенная мысль, нужно ей верить и действовать в соответствии с ней. Один из секретов заключается в том, что sirlərdən biri də bundan ibarətdir ki, когда к вам приходит вдохновенная мысль, haçan ki sizə çox belə ilham verici bir düşüncə gəlir, нужно ей верить, ona inanmaq lazımdır, и действовать в соответствии с ней və hərəkət eləmək ona uyğun olaraq. Я совершенно не представлял, как продать 400 тысяч экземпляров книги. Mən tamamilə təsəvvür etmirdim ki, как продать, necə satmaq olar 400 min nüsxəni, yəni kitabın 400 min nüsxəsini. Но затем я увидел в супермаркете jurnal National Enquirer. Amma sonra mən supermarketdə gördüm jurnalı National Enquirer. Журналını yəni gördüm. Я видел его миллионы раз. Но он сливался с общим фоном и тут вдруг выскочил на передний план. Я видел его миллионы раз. Mən onu milyon dəfə görmüşdüm. Но он сливался с общим фоном. Amma o ümumi fonla qarışırdı. Sливаться o şeydir ki, bir şey fonla qarışır və gözüvə çarpmır da o şey. Сливаться, слиться feili bunu bildirir. И тут вдруг выскочил на передний план. Və budur birdən o ilk plana, yəni передний plan o deməkdir ki, yəni o fondan seçildi də, yəni mən onu gördüm. Я подумал, mən düşündüm, если читатели этого журнала узнают о моей книге, то, конечно, найдутся 400 тысяч человек, которые купят ее. Если читатели этого журнала, əgər bu jurnalın oxuyucuları узнают о моей книге, mənim kitabım haqqında bilsələr, то, конечно, найдутся və əlbəttə ki, tapılacaq 400 min insan, которые купят ее, hansılar ki onu alacaqlar. Примерно 6 неделями позже я читал лекцию в Хантер-колледже в Нью-Йорке для 600 учителей. Примерно 6 неделями позже, təxminən 6 həftə sonra я читал лекцию, mən mühazirə oxudum Хантер колледжində, Нью-Йорkda для 600 учителей, 600 müəllimə. После лекции ко мне подошла женщина и сказала, mühazirədən sonra mənə bir qadın yaxınlaşdı və dedi, это была великолепная лекция. Bu möhtəşəm mühazirə idi. Я хочу взять у вас интервью. Mən sizdən intervyu götürmək istəyirəm. Вот моя визитная карточка. Budur mənim vizit kartam. Как выяснилось, она была внештатной журналисткой, писавшей для National Enquirer. Как выяснилось, məlum olduğu kimi, она была внештатной журналисткой. O, bu ştatdan olan jurnalist deyildi. Ştat bilirik, Amerikada yəni ştatlar var. Внештатный, yəni həmin ştatdan olmayan biri. Писавший для National Enquirer. National Enquirer jurnalına yazan bir jurnalist idi. Тема из области сверхъестественного
заиграла в моей голове. Mövzu fövqəladə sahədən olan mənim ağlımda artıq başladı oynamağa. Yəni yəqin ki, bu mövzunu başladı seçsin ki, o haqda intervyu versin. Эта штука действительно работает. Bu şey həqiqətən də işləyir. Статья вышла, и продажи книги резко повысились. Məqalə çıxdı və kitabın satışları sürətlə yüksəldi. Я хочу подчеркнуть, что я притягивал в свою жизнь эти разнообразные события, включая и встречу с журналисткой. Я хочу подчеркнуть, mən qeyd etmək istəyirəm. Qeyd etmək nədir? Подчеркнуть o deməkdir ki, bir yazının altından xətt çəkirik, yəni onu ayırmaq üçün ki, yəni görək ki, bu əsasdır. Подчеркнуть da o deməkdir ki, yəni mən bunun altından xətt çəkmək istəyirəm ki, я притягивал в свою жизнь, mən öz həyatıma çəkirdim. Эти разнообразные события, bu müxtəlif cür hadisələri, включая и встречу с журналисткой. Bu jurnalistlə də görüş həmçinin də ona daxil olmaqla. Короче говоря, я не заработал $100 000 в том году. Qısa desək, mən həmin il $100,000 qazanmadım. Мы получили только $92 327. Biz əldə etdik yalnız $92 327. Думаете, мы впали в депрессию и стали говорить? Düşünürsüz ki biz depressiyaya düşdük və dedik, это не работает. Нет, мы сказали, bu işləmir. Yox, biz dedik, это поразительно, bu möhtəşəmdir, heyran edicidir. Моя жена предположила, mənim yoldaşım güman etdi, yəni bir təklif kimi güman etdi. Если это работает для сотни тысяч долларов, может быть, сработает и для миллиона. Əgər bu $100,000 üçün işləyirsə, onda ola bilər ki, milyon üçün də işləyər. И я ответил, və mən cavab verdim. Я не знаю, но думаю, да. Давай попробуем. Bilmirəm, amma düşünürəm ki, hə, gəl yoxlayaq. Мой издатель выписал мне гонорар за нашу первую книгу «Лекарство для души». Мой издатель, mənim nəşriyyatçım, выписал мне гонорар, mənə gonorar yazdı за нашу первую книгу «Лекарство для души». Bizim ilk kitabımız olan Qəlb üçün dərman kitabı üçün. Он пририсовал к своей подписи улыбающуюся рожицу, потому что это был первый чек на $1 000 000, который ему приходилось выписывать в жизни. Он пририсовал к своей подписи. O öz imzasının yanında çəkdi улыбающуюся рожицу. Burada hərf səhvi var. Ulubayu, buradakı q və c-nın yerinə ş olmalıdır. Şuyuся. Yəni gülümsəyən sima çəkdi. Smile kimi də düşünün. Потому что это был первый чек, ona görə ki bu ilk çek idi на $1 000 000, milyon dollarlıq, который ему приходилось выписывать в жизни. Hansı ki həyatında ilk dəfə idi ki, yəni o yazmalı olmuşdu. Работает ли тайна на самом деле? Həqiqətən işləyirmi sir? Я хотел проверить это и убедился на собственном опыте. Mən bunu yoxlamaq istəyirdim və əmin oldum öz şəxsi təcrübəmdə. Да, несомненно работает. Bəli, şübhəsiz işləyir. С тех пор я использую ее каждый день. O vaxtdan mən onu hər gün istifadə edirəm. Тайну и закон притяжения можно применить к чему угодно в вашей жизни. Sirri və cazibə qanunu həyatınızda istənilən bir şeydə tətbiq etmək mümkündür. Процесс творения идет одинаково для всего, что вы хотите создать, и в случае с деньгами нет никаких отличий.
Процесс tворения, yaratma prosesi идет одинаково для всего, что вы хотите создать. Sizin yaratmaq istədiyiniz hər şey üçün bərabər şəkildə gedir. Yəni bu yaratma prosesi. И в случае с деньгами нет никаких отличий. Və pulla olan məsələdə də heç bir fərq yoxdur. Чтобы притягивать деньги, вы должны сосредоточиться на богатстве. Pulu çəkmək üçün siz varlılığın üstündə diqqətinizi cəmləməlisiniz. Невозможно принести больше денег в вашу жизнь, если вы постоянно переживаете по поводу их нехватки. Невозможно принести больше денег, mümkün deyil çoxlu pul gətirmək в вашу жизнь, sizin həyatınıza, если вы постоянно переживаете, əgər siz həmişə narahat olursunuz по поводу их нехватки, onların çatmadığı xüsusunda. Ведь вы думаете, что у вас мало денег. Axı siz düşünürsünüz ki, sizin az pulunuz var. Сосредоточьтесь на недостатке денег, и вы мысленно создадите еще больше обстоятельств, когда их не хватает. Сосредоточьтесь на недостатке денег, pulun çatışmazlığına fikrinizi yönəldin, и вы мысленно создадите, və siz düşüncə ilə yaradacaqsınız еще больше обстоятельств, daha çox hallar, vəziyyətlər yaradacaqsınız, когда их не хватает, haçan ki onlar çatmır. Yəni burada puldan söhbət gedir də. Haçan yəni elə обстоятельстваlar yaradacaqsınız ki, həqiqətən də pul çatmayacaq həmin vaxtlarda. Нужно думать о богатстве, чтобы оно пришло к вам. Varlılıq haqqında düşünmək lazımdır ki, o sizə gəlsin. Вам надо подать новый сигнал своими мыслями. И эти мысли должны говорить, что у вас прямо сейчас денег предостаточно. Вам надо подать новый сигнал. Sizə yeni siqnal vermək, ötürmək lazımdır своими мыслями, öz düşüncələrinizlə. И эти мысли və bu düşüncələr должны говорить, что у вас прямо сейчас денег предостаточно. Və bu düşüncələr deməlidirlər ki, sizin düz indi lazım olandan da artıq pulunuz var. Достаточно lazım olan qədər, kifayət olan qədər, предостаточно, yəni kifayət olandan da daha artığı var. Вам необходимо обратиться к своему воображению и поверить, что у вас уже есть нужные деньги. Вам необходимо обратиться к своему воображению. Sizə zəruridir müraciət etmək, yəni diqqət etmək, müraciət etmək öz təxəyyülünüzə. И поверить, что və inanmaq ki, у вас уже есть нужные деньги. Sizin artıq lazım olan pulunuz var. Это такое увлекательное занятие. Bu o qədər alüdə edici bir məşğuliyyətdir. Вы заметите, что когда вы воображаете, будто у вас много денег, вы немедленно начинаете чувствовать себя лучше. А поскольку ваше настроение поднимается, деньги текут в вашу жизнь рекой. Вы заметите, siz fikir verəcəksiniz ki, когда вы воображаете, haçan ki siz təxəyyül edirsiniz, təsəvvür edirsiniz, будто у вас много денег, sanki sizin çox pulunuz var, вы немедленно начинаете чувствовать себя лучше. Siz dərhal başlayırsınız hiss etməyə özünüzü daha yaxşı. А поскольку ваше настроение поднимается və sizin əhval-ruhiyyənizin qalxmağı səbəbilə деньги текут в вашу жизнь рекой. Pul sizin həyatınıza çay kimi axır. Чудесная история Джека вдохновила команду Тайны нарисовать пустой чек и выложить его для бесплатного скачивания на сайт Тайны. Чудесная история Джека, Джек'in möcüzəvi hekayəsi vdохновила команду Тайны. Тайна komandasına ilham verdi. Нарисовать пустой чек, boş bir çek rəsmi çəkmək
и выложить его для бесплатного скачивания на сайт Tayna. Tayna saytında pulsuz yükləmək üçün yerləşdirməyə. Пустой чек для вас, он из банка Вселенной. Sizin üçün boş çek, o kainat bankındandır. Вы вписываете туда свое имя, сумму и помещаете его на видное место. Вы вписываете tуда свое имя. Siz öz adınızı oraya yazırsınız. Summu, məbləği и помещаете его на видное место. Və onu görünən, yəni hər dəfə rastlaşdığınız bir yerə qoyursunuz. Görsənən bir yerə qoyursunuz. Каждый день смотрите на чек и ощущайте, что у вас уже есть эти деньги. Hər gün çekə baxın və hiss edin ki, artıq sizdə bu pul var. Вообразите, что вы тратите их. Представьте себе вещи, которые вы купите и сделаете с их помощью. Вообразите, təsəvvür edin ki, вы tratите их. Siz onları xərcləyirsiniz. Представьте себе вещи, özünüzdə əşyalar təsəvvür edin, которые вы купите, hansıları ki siz alacaqsınız, и сделаете с их помощью. Və yaxud da edəcəksiniz onların köməkliyi ilə, yəni pulun köməkliyi ilə. Почувствуйте, как это чудесно. Hiss edin, necə bu möhtəşəmdir, möcüzəvidir. Знайте, что деньги ваши. Bilin ki, pul sizindir. Они стали вашими, когда вы их попросили. O artıq sizin oldu, haçan ki siz onu artıq istədiniz. Мы получили сотни историй от людей, притянувших к себе огромные суммы с помощью нашего чека. Мы получили sotni историй от людей. Biz yüzlərlə hekayə əldə elədik insanlardan. Притянувших к себе огромные суммы. Özlərinə nəhəng summalar, məbləğlər çəkən, yəni insanlardan с помощью нашего чека. Bizim çekin köməkliyi ilə, yəni bunu edənlərdən. Это увлекательная игра. Она работает на вас. Bu alüdə edici, yəni çox məftun edici bir oyundur. Ana работает на вас. Bu sizə işləyir və yaxud da sizin üçün işləyir.